Bir məktəbdən 22 müəllim kəsildi. İmtahanda istifadə edilən musiqi aləti işləmirdi, deyilən saatdan xeyli gec başlanıldı, suallar proqramdan fərqli idi. Bunları iddia edən müəllimlər verilən qərarla razı deyirlər. 30 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimləri deyir ki, martın 2-si baş tutan attestasiya imtahanı qeyri-şəffaf keçirilib. Məlumata görə təkcə bu məktəbdən 18 fortepiano müəllimi və 4 nəzəriyyə müəllimi imtahandan keçə bilməyib. Onların arasında 62 yaşlı, pensiya yaşına bir neçə il qalmış işdən azad edilən müəllim pedaqoq da var. 42 ildir savadlı olmuşam. 20 dəqiqənin içində mən oldum savadsız müəllimə. Saat 3-də olacaq imtahan, saat 7-ni yarısı. 3-də mən imtahana girməliyəm. 7-nin yarısı girmişəm imtahana. Davleniya təzyiqim qalxıb. 20 ildən çox təcrübəsi olan Ülviyə Məmmədova deyir ki, tam cavablandırmadığı suallar da olub. Lakin ifasını nəzərə almamaqlarını ədalətsiz qərar hesab edir. Halbuki orada nə alət düzgün kökdəydi. Yəni bu səbəbdən mənim ifam ola bilər düzgün səslənilməsin, amma mən öz əsərimə tam arxayın idim. Öz işimə güvənirəm. Həmçinin ifa etdiyimiz alət sağlam değildi. Alətə müdaxilə olunmuşdu. Əyləşdiyimiz stul diskomfort idi. Yəni ümumi götürsək, attestasiya qərəzli keçirildi. Nəticələrin onu təəccübləndirmədiyini deyən Musiqi Məktəbinin direktoru Zakir Əsədov Xəzər xəbər açıqlamasında bildirdi ki, ümumi olaraq 48 müəllim attestasiyada iştirak edib. Onlardan 4 nəzəriyyə, 18 fortepiano müəllimi imtahandan kəsilib. Həmin müəllimlərin məktəbdə fəaliyyətinə bu ayın 7-si xitam veriləcək. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Xəzər xəbərə bildirildi ki, sözügedən müəllimlərin şikayəti üzrə Nazirlikdə araşdırma aparılır. O da qeyd olunub ki, attestasiya zamanı 650 nəfər attestasiya prosesindən uğurla keçib. 492 müəllim tutduğu vəzifəyə uyğun hesab edilməyib. Onlardan 37 nəfər Əmək Məcəlləsinin 79-cu maddəsinin təsir dairəsinə düşdüyünə görə əmək müqavilələrinə xitam verilməyəcək. Həmçinin yaşı 60-dan yuxarı olan, habelə ağır xəstəliklərdən əziyyət çəkən təxminən 40 nəfərə alternativ iş yeri təklif olunacaq. Attestasiyada 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən 112 nəfər təlimlərə cəlb ediləcək və müəyyən müddətdən sonra təşkil olunacaq imtahanın nəticələrinə əsasən əvvəlki iş yerlərinə qəbul edilə biləcəklər. Minaya Zamanova, Ramil İbrahimov, Xəzər xəbər.